Bismillahirrahmanirrahim. Allah ziyarətlərimizi qəbul eləsin inşallah. Allah sizləri bu dünyada Əhl-i Beytin ziyarətindən, qiyamətdə şifaətindən ayrı salmasın inşallah. İnşallah ki yola düşürsünüz, Kərbəlanın şahı, Kərbəlanın sultanı, Ağa İmam Hüseyin əleyhissalamın ziyarətinə sağ-salamat gedənlərdən olasınız, sağ-salamat qayıdanlardan olasınız inşallah. İnşallah ki Allah İmam Hüseynə xatir sizin qəlbinizdə nə hacətiniz, nə duavınız, nə istəyiniz varsa bir xatir İmam Hüseyn qəbul eləsin inşallah. Necə ki əli boş gedirsiniz inşallah Allah İmam Hüseynə xatir sizləri əli dolu bizə qayıdanlardan qərar versin. İlahi amin. İnşallah bizlər də dua eləyərsin İmam Hüseynlərə. Ya Allah, Bismillahirrahmanirrahim. Hər birinizi Uğur Travel şirkəti olaraq salamlayırıq, xoş gəlmisiniz. Allah ziyarətlərinizi qəbul eləsin inşallah. Sizlərlə xidmətçi və qrup rəhbəri olaraq Ədalət qardaş sizə xidmət göstərəcək və inşallah sizə Rasim qardaşımız qrup rəhbərliyi edəcək. Allah qəbul eləsin ziyarətlərini və onu qeyd eləyək ki, hal-hazırda ümrə zəvvarlarımız da Məkkə Mədinə ziyarətindədirlər. Allah onları da ziyarətini qəbul eləsin. O gün olsun ki, bahəm sizlərə də Allah nəsib eləsin, Məkkə Mədinə ziyarətinə gedəsin inşallah. Allah qəbul eləsin. Bizlərə də dua edin. Ya Allah, Bismillahirrahmanirrahim. Bir daha hər birimizi seviyorum. Elə bir gözəl günlərdə, elə bir gözəl ziyarətlərə gedirsiniz ki, burada bizdən zəvvar olanlar da olur. Məsələn, Kəramil qardaşımız, İnşallah Elşən qardaşımız və digər zəvvarlar. Hər birinizdən xahiş edirəm. Və sizin bu ay ki, aprel ayıdır. Aprel ayının əvvəllərində 2016-cı ildə şəhid olmuş qardaşlarımız, aprel şəhidləri və bütün şəhidlərimizi inşallah orada yad edərsiniz. Bizim üçün də dua eləyərsiniz, onlar üçün də dua eləyərsiniz inşallah. İnsanın şərafətli ölümü şəhidliyidir. Allah bizlərə də nəsib eləsin, arzusunda olanlara nəsib eləsin inşallah. Allah qəbul eləsin. İnşallah İmam Hüseyin əleyhissalamın hərəmində bizlərə də dua eləyərsiniz. Ya Allah, Bismillahirrahmanirrahim. Allah ziyarətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Allah yolunuzu açıq eləsin, sağ-salamat gedib, sağ-salamat qaydasınız inşallah. 7 imam, 4 peyğəmbər ziyarət edəcəksiniz bu bir neçə gün ərzində inşallah. Allahın izni ilə Allah Teala nəsib eləsin. Mədinədə Bəqi qəbristanlığında digər 4 imamımızı da ziyarət etməyi Allah bizlərə, sizlərə bu cəmə nəsib eləsin inşallah. Allah Teala hər birimizə vacib həcc ziyarətini, ümrə ziyarətini, xanım Zeynəb, xanım Rüqəyyə ziyarətini nəsib eləsin. Allahın izni ilə şirkət tərəfindən hazırlanmış loqolar və sizin pasportlarınız sizə təhvil veriləcək. Xahiş olunur ki, hər kimin adı, familiyası çəkilsə, önə gəlsin, həm pasportunu, həm də loqosunu təhvil